Salam hörmətli izləyicilər, bir daha xoş gördük. Bugün biz sizə test banka nümunəsi əsasında yeni bir sınav təqdim etməyə çalışacağıq. Deməli, başlayaq sualımızın izahına. Öncədən qeyd edim ki, siz də kanalımıza abunə olub, bəyənib, paylaşmağı unutmayın. Deməli, sınavın birinci sualı belədir. Uyğunluq pozulmuşdur. Aramsız müharibə Roma ordusunda dəyişikliklərə səbəb olmuşdur. Doğrudur. Qədim Misirdə kahinlər kimi dəftərxana işçilərdə müəllimlik etmişdir, doğrudur. Luqallar kimi racələr də əvvəlcə seçilib, sonra hakimiyyətləri möhkəmləndirmişdir, doğrudur. Çinlilərin dəmir emal etməsi nəticəsində Çində ibtidai icma quruluşu dağılmışdır, bu da doğrudur. Solonun dövründə olduğu kimi Periklin dövründə də bütün vətəndaşlar siyasi vəzifə tutmuşdur. Xeyr, yalnız bu Periklin dövrünə aiddir, çünki Solonun dövründə yəni mövqeləri, əmlak, hüquq və vəzifələri əmlaka görə müəyyən olunurdu. Ona görə bütün vətəndaşlar vəzifə tuta bilmirdilər. İkinci sual belədir ki, yəni iti uclu alətlərin meydana gəldiyi dövrə aiddir. Bu orta paleolit dövrü yeni dərsiyə əsasən ortadaş dövrü kimi tanınmışdır. Bu xeyr, ortadaş dövrü mezolitdir. İnsanlar qaşıqlardan göl işləmədə istifadə etmişdir. Məhz bu iki uyğun gəlir. Qobustan abidələr əsasını öyrənmişdir. Bu mezolit dövrüdür. 35 min bundan əvvəl başlamışdır. Bu üst paleolit dövrüdür. Məhz doğru cavab 2-dir. Yalnız B bəndi. Üçüncü sual. Birinci Rusiyanı ikinci Sarqondan fərqləndirir. Ullusunu hökmdar kimi, Manna hökmdar kimi tanımışdı hər ikisi. Eradan əvvəl 8-ci əsrin ikinci yarısında hakimiyyətdə olmuşdu hər ikisi. Mannada mərkəzləşdirmə siyasəti qarşı çıxanlara dəstək vermişdir. Bu Rusiya aiddir. Mannanın bir sərəzdən işğal etmişdi hər ikisi. Məhz doğru cavab 3-dür. A bəndi. Deməli, deyir ki, birinci mətin 5-ci əsrdə hakimiyyətdə olmuş bu hökmdarın hakimiyyətə gəlməsindən sonra dövlət fəal xarici siyasət yürütmüş və yeni ərazidə ələ keçirmişdir. Rəqiblərinə qarşı mübarizə Turan taktikasını istifadə etmişdir. İkinci mətndə onun hakimiyyətə gəlməsi əvvəlcədən hazırda qarşılansa da o hakimiyyəti möhkəmləndirə bilmişdir. Hərbi qüdrətin artırması onun qonşu dövlətləri asala salmasına və ticarət yollarına nəzarət etməsinə imkan yaratmışdır. Birinci mətndə Axun hökmdarı Aksuvardan, ikinci mətndə isə Uyğur hökmdarı Moyenturdan söhbət gedir. Birinci və ikinci mətnlər haqqında bəhs olunan hökmdarların üçün ortaq cəhət kimi götürülə bilməz. Qonşu dövlətində hakimiyyətdən salınmış hökmdar hakimiyyəti bərpa edilməsi hər ikisində biri Qubadı Sasani dövlətində, biri isə Tan sülaləsinin hökmdarını Çində hakimiyyətə gətirmişdir və ya da bərpa etməsinə kömək etmişdir. İkiyə baxır, qonşu ərazilərdə baş vermiş üsyan və qiyamların yatırılmasına yardım göstərmişdir. Hər ikisi biri Aksuvar məzdəklərin, Moyentur isə Çində baş vermiş üsyan və qiyamların yatırılmasında. Üçə baxırıq, idarə etdiyi dövlətlərin süqut səbəblərindən biri dini pərakəndəliyin və yaxud da müxtəlif dinlə yayılması olmuş. Bu da doğrudur. Dördə baxırıq, varislərin maneçilik dini yayılması nəticəsində idarə etdiyi varislərinin maneçilik dinini yayılması nəticəsində idarə etdikləri, yəni dövlətin süqutunu xeyr bunu götürə bilmərik. Biz bilirik ki, maneçiliyin yayılması yalnız Uyğur dövlətinin süqutunun səbəblərindən biridir. Məhz 4-dür, D bəndi. 5-ə baxırıq, doğru cavabların verildiyi bəndi müəyyən edin. Deməli, 1-də verib 1-lə 2-ni, yəni Polşa və Böyük Britaniyanı. Deyək ki, birinci Pyotrun Azərbaycan ipəni ixrac etmək istədiyi ölkələri idi, bu doğrudur. 2-yə baxır, 5 verilib, yəni İtaliya və yaxud da Venesiya. Səbəblərlə hərbi ittifaq balasında müqavilə sadiq qalmamışdı. Xeyr, bu Akqonilərlə bağlamış, sadiq qalmamışdı. Keçir 3-ə, 3-dən 4-ü verib, yəni Fransa və İspaniyanı Osmanlılarla müəyyən vaxtlara müttəfiq olmuşdu. Bu Fransaya aiddir. Yəni Süleyman dövründə Fransa krallığı, Avstriya, İspaniya və müqəddəs Roma imperiyasını idarə edən Habsburglara qarşı ittifaq yaratmışdılar. Keçir 4-ə, 3-ü verib, yəni Fransanı 15-ci əsrdə mütləqiyyətin yaradılması başa çatdırılmışdır. Xeyr, biz bilirik ki, 15-ci əsrdə hələ Fransada təşəkkül tapmağa, yəni yaranmağa başlamışdı. 16-da tam olaraq formalaşmışdı, hakim olmuşdu mütləqiyyət. Onun üçün doğru cavab yalnız 1-dir, B bəndi. Marağa şəhəri haqqında deyilənlərdən biri yanlışdır. Ərəblərin dövründə Cənub əraziləri mərkəzi olmuşdur. Bəli, Xəzərə müharibələrlə əlaqədar Cənub əraziləri mərkəzi Ərdəbillə Marağa aparılmışdır. B-də Atropatenanın qədim şəhərlərindən idi, yeni dəstəyi 6-cı sinifə əsasən. C-yə baxırıq, Monqolların ikinci yürüşündə ilk tabe edilmiş şəhərlərdən olmuşdur. Bəli, Zormoğonun rəhbərliyi altında. D-yə baxırıq, 13-cü əsrdə Şəmbi Qazan adlanan rəsədxana inşa edilmişdir. Zamanla Şəmbi Qazan inşa olunub, amma Marağada deyil, Təbrizdə. Məhz doğru cavab D bəndidir. İ-də də 1-ci İstanbul sülhü ilə Osmanlıların nəzarətə keçmişdir. Bəli, biz bilirik ki, 1590-cı ildə imzalanmış 1-ci İstanbul sülhünə əsasən Lənkəran, Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin istisna olmaqla bütün Azərbaycan torpaqları Osmanlılara verilmişdir. 7-yə baxırıq. Teymuri dövlətini Səfəvilərdən fərqləndirən Elxanilər dövləti ilə oxşar cəhətini müəyyən edin.
Deməli, Şirvanşahlar dövlətinin xarici siyasətdən məhrum edilməsi bu hərbçisinə aiddir, fərqləndirmir. Osmanlılarla mübarizədə böyük uğur qazanılması bu Teymurlara aiddir. C-yə baxırıq, hərbi yürüş nəticəsində Anadoludakı dövlətin zəifləməsi, Elxani Qazan xan yürüş nəticəsində 13-cü əsrdə sonlarında Anadolu Səlcuq və ya Konya Sultanlığı Teymurun da yürüş nəticəsində baş vermiş Ankara döyüşündə Osmanlı zəifləmişdi. Doğru cavab C bəndidir. Keçirik 8-ci suala. Ulduzla işlənmiş dövlətlərin 20-ci əsrin 1-ci rübü tarixinə uyğun gəlir. Deməli, burada Almaniya imperiyası və Çar Rusiyasına söhbət gedir. Evet, Almaniya və Rusiyadan söhbət gedir. Sosial narazılığın qarşısını almaq üçün islahatların keçirilməsi hər ikisində olmuşdur, amma uğursuz nəticələnmişdir və ya istənilən nəticə verməmişdir. 2-yə baxırıq. Bir sıra dövlətlərlə hərbi ittifaq yaradılması bəli var. Məsələn, Almaniya, Osmanlı və Bolqaristanla Dünya müharibəsinin gedişində, eyni zamanda Rusiyada 1907-ci il İngiltərə və sair dövlətləri sadalamaq olar. 3-ə baxırıq. Yaponiya ilə mübarizə aparılması, mübarizə bəli hər ikisində var. Burjuva demokratik inqilabın baş verməsi bəli 1905-7 və 1917 Rusiyada, 1918-də isə Almaniyada olmuşdur. Respublika idarə üsulunun meydana gəlməsi bəli hər ikisində var. 1918 noyabrın 9-da Almaniyada, 1917 sentyabrında Rusiyada. Hamısı doğru cavab D bəndidir. 9-cu suala baxırıq. Xəritədə klassik orta əsrlərdə duluzçuluğun mərkəzi olmuş şəhərlər müəyyən edin. Deməli, duluzçuluq mərkəzi 7-ci sinif Azərbaycan tarixində bu verilib. Duluzçuluq mərkəzi kimi məhz Beyləqan və Naxçıvandır. Cavab 2 ilə 5-dir. Doğru cavab E bəndidir. 10 sual. Eyler-Venn diaqramında uyğunluğu müəyyən edin. Ziya qəzeti və Kəşkül qəzeti deməli Tiflisdə nəşr edilmişdir. Hər ikisi A gedəcək 3-ə. Səid Əfəndi Ünsadan redaktorluğu nəşr edilmişdir. Bəli, bu gedəcək Ziya qəzetinə, çünki Kəşküldə Cəlallı Ünsad idi. Azərbaycan milləti ifadəsi ilk dəfə Kəşküldə işlədilir. 1891-ci ildə qəzet 83-dən başlayıb, amma 91-də Azərbaycan milləti ifadəsini işlətmişdir. İlk dəfə çap olunması ilə milli mətbuatın əsası qoyulmuşdur. Xeyr, bu 1875-də Əkinçiyə aiddir. 19-cu yüzün 70-ci illərində nəşr edilmişdir. Yəni 1879-da Ziya, 80-də Ziya Qafqaz adlanıb. Məhz bütün bunlar A bəndində öz əksini tapmışdır. Cavab A bəndidir. Yəni 1-ə B-yə, 2-yə C, 3-ə də A. Əlimərdan Məlik Topçubaşov ikinci hökumətə rəhbər etmişdi. Ümumiyyətlə, AXC-də hökumət kabinetlərinə 1-ci, 2-ci, 3-cüyə Xoyski, 4-lə 5-ə Nəsbə Yusufbəyli, 6-cıda Məmməd Həsən Hacınsəyə tapşırılsa da siyasi böhranlı səbəbilə baş tutmamışdı. Milli Şuranın iclasında çıxış edərək AXC-nin yaradılmasının zəruri olması fikrini irəli sürmüşdü. Bu Xəlil bəy Xasməmmədova aiddir. Parlamentdə sədr müavini vəzifəsini icra etmişdi. Bu Məmməd Yusuf Cəfərov və Həsən bəy Ağayeva aiddir. D-yə baxır, müsəlman qurultaylarının əsas təşkilatlarından olmuşdu. Bu doğrudur. AXC-də ilk qanunverici orqan sədri seçilmişdir. Qanunverici orqan sədri olub, amma ilk qanunverici orqan Milli Şura idi. Onda sədri Məhəmməd Əmin Rəsuluzadə idi. 12-yə baxırıq, səbəb nəticə əlaqəsi doğru verilmişdir. Boston çay qonaqlığının baş verməsi, ABŞ-nin yaranması xeyli 73-dür, biri 76-dır, ona görə 300 fərq var, ola bilməz. Saratoga döyüşünün baş verməsi, İngilislərin müharibəni dayandırması xeyr bu Yorkdan da olub. Gent müqavilənin imzalanması, İngiltərənin ABŞ-nin müstəqilliyini tanıması yox, ona öz ərazisi baxmaqdan əl çəkmişdi. D. Yorkdan döyüşünün baş verməsi, müharibənin taleyi ABŞ-nin xenədə həll olunması bəlli 1781-ci ildə doğru cavab D bəndidir. 13-ə baxın, xronoloji ardıcıllıq müəyyən edin. ABŞ və 2-ci Dünya müharibəsində Yaponiyaya qarşı vuruşmuş dövlətlərin Yaponiya sülh müqaviləsi imzalaması 1951, Koreya müharibəsinin başlanması 1950 başlayıb 53-də bitib, Çində böyük istirahış planının elan edilməsi 1958, 4. Avropada iqtisadi birliyin yaradılması 1957, məhz olacaq 2-1, 4-3, bu da E bəndində öz əksini tapmış, yəni 21-43 cavab E bəndidir. Verilmiş hansı döyüşlər nəticəsində Qacar qoşulan baş komandan Abbas Mirzə ruslara məğlub olaraq Araz çayının sağ sahilinə çəkilmişdir. Şəmkir, Şəmkir də 1826-da olub, amma hələ bu zaman Şuşa mühasirədə məşğul idi Abbas Mirzə. Gəncə döyüşündən sonra çəkiləcək. Zəyən 1805-də olub, bəli, yaralanaraq Arazın sağ sahilinə çəkilmişdi 1805-ci ildə. Sərdarabad döyüşündə artıq onda cənubda idi, baş verəndə. Gəncə döyüşü bəli, bir də bunu götürəcək. 1826 xəyanət yolu məğlub olur, Şuşanın mühasirəsindən əl çəkib, Arazın sağ sahilinə çəkilir. 1826-cı sentyabrın 13-də Sultanbeyli isə qalib gəlmişdi, yəni geri çəkilməsi real deyil, yəni düz gəlmir. Məhz doğru cavab 2-4 B bəndi. 15-ci sual uyğunluğu müəyyən edin. Azərbaycan SSR-də deməli 20-ci əsrin
30-cu illərdə iqtisadi, 20-ci əsrin 50-ci illərdə mədəni, yeni Bakı-Batum neft kəmərinin çəkilməsi, bəli, bu doğrudur, 1A olacaq. Kəndlərə pasport verilməyə başlanması, xeyr, bu iqtisadi deyil. C. Bax, Ali Sovetin yaradılması. Ali Sovet yaradılıb 37-də 2-ci Konstitusiyanın nəticəsində, amma siyasi idi, 1A olacaq. İcbari 10 illik təhsilin təşkil olunması, bu 66-dır. Yeni Konstitusiyanın qəbul olması 37-78-də olub, 50-ci illərdə olmayıb, 50-ci dəyişiklik olub. C-yə baxırıq. Rus məktəblərində Azərbaycan dilinin icbari tədris barədə qərarının qəbul edilməsi 1959-cu ildə Ali Sovetin qərarı ilə olmuşdur. Məhz 1-ə A, 2-yə C, cavab E bəndidir. Euler-Venn diaqramına əsasən hansı nömrələrə aid cavab verilmişdir? Verilməmiş daha doğrusu. Thomas Jefferson, Abraham Lincoln və James Monroe. Dünyanın nüfuz dairəsinə bölünməsini nəzərdə tutan doktrina imzalamışdı. 1823-cü ildə James Monroe vardı. Ölkəyə qul gətirilməsi qadağan etmişdi. Bu Thomas Jeffersondur. 19-cu əsrin əvvəlində hakimiyyətdə olmuşdu. Yəni Thomas Jefferson və James Monroe. Sui-qəsd nəticəsində öldürülmüşdür. Bu, yəni Abraham Lincoln'dur. 1865-ci ildə 4-ə aid, yəni üçün ortağına aid heç bir yəni cavab yoxdur. Yalnız A bəndi, yəni 4-ə aid heç bir məlumat verilməmişdir. 17-ci suala baxırıq. Çar Rusiyasının 17-ci əsrin 60-cı illərində Respospolita və 18-ci əsrin 20-ci illərində Səfəvilərlə imzaladığı müqavilələr üçün verilənlərdən hansıları oxşarlıq təşkil edir? Nəticəsində Rusiyanın yeni dənizlərə çıxış əldə etməsi heç birisinə aid deyil. Çünki yeni dənizlərə çıxışı Osmanlı ilə 68-74 müharibəsində, Şimal müharibəsində, bir də Kazan və Həştərxan xanlıqları işğal etməklə bu baş tutub. Ona görə burada heç bir məlumat yoxdur. Osmanlılar tərəfindən şərtlərin təsdiq olunması, bəli, bu var. Çünki bilirsiniz ki, 1654-67-də Respospolita aparılan müharibədə Kiyev daxilində sol sahil Ukraynanı və Belarusiyanın bir hissəsini ələ keçirmişdi. Osmanlı ilə aparılan növbəti dəfə Osmanlı, yəni növbəti dövlət və Osmanlı ilə aparılan müharibədə Osmanlı bu ərazilərin Rusiyada qalması tanınmışdı. Eyni zamanda Səfəvilərlə bağlanmış 1723-cü il Peterburq müqaviləsinin 1724-cü ildə Osmanlılar tərəfindən təsdiq olunmasına nail olmuşdur. 2 doğrudur. Ad çəkilən dövlətlərin ağır məğlubiyyətindən sonra imzalanmışdır. Bu Respospolita aid olsa da səbəblərdən kiçik toqquşmalar olmuşdur. Bunu götürə bilmərik. Rusiya imperiyası dövründə baş vermişdir. Xeyr, yəni Səfəvilərlə bağlanan müqavilə, yəni Peterburq imperiya dövründə olsa da, yəni çünki 1721-dən Rusiya imperiya olub, amma Respospolitadan Çar Rusiyası idi. Məhz ona görə də doğru cavab 2-dir. Cavab D bəndidir. 18-ci sual. Qazan xan Nadir Şahdan fərqli olaraq məhkəmə qazılarının səlahiyyətlərini xeyli məhdudlaşdırmışdır. Xeyr, dəqiqləşdirib, yəni əslində onların müəyyən səlahiyyətlər verib, səlahiyyətləri dəqiqləşdirib, ciddi nəzarət edib. Sahibsiz torpaqlarla bağlı bir sıra tədbir görmüşdür hər ikisi. Həyata keçirdiyi tədbir nəticəsində əhalinin vəziyyəti yaxşılaşmışdır. Bəli, Nadirdən fərqli olaraq bu yaxşılaşdırmışdır. Vergi sahəsində qayda qanun yaratmaq üçün bu sahəyə nəzarət gücləndirmişdir hər ikisi. Mərkəzi hakimiyyət gücləndirmək üçün bir sıra addımlar atmışdır hər ikisi. Məhz doğru cavab C bəndidir. 19-cu sual. 20-ci əsrin 1-ci rübündə Sovet Rusiyası və 20-ci əsrin son rübündə Misir üçün oxşarlıq baş vermiş müharibədə məğlub olmaları. 1-ci rübündə Sovet Rusiyası hər hansı bir dövlətlə müharibə aparmayıb. Bir sıra əraziləri işğal etmələri, Misir ərazi işğal etməyib. Vətəndaş müharibəsinin baş verməsi Misirdə olmayıb. Separat müqaviləsi, bəli, 1918 martın 3-də Brest-Litovskini Sovet Rusiyası, 1978-də isə Camp-Davis sazişini Misir bağlayaraq ittifaqdan çıxmışdı, yəni müttəfiqlər razılaşdırmadan, xəbər vermədən. İnqilabların baş verməsi, yəni bu Sovet Rusiyası inqilabın nəticəsində qurulub, oktyabr inqilabı. Ona görə də məhz doğru cavab D bəndidir. 20-ci suala baxırıq. Qərbi Azərbaycandan deportasiya olunan Azərbaycanlılara öz yurdlarına geri qaytarılması, Azərbaycanın güya Ermənistanı blokada saxlamaqda təqsirləndirilməsi, 3-də deyir ki, Azərbaycan dövlət səviyyəsində humanitar yardım Azərbaycana dövlət səviyyəsində humanitar yardımın göstərilməsinə məhdudiyyətlər qoyulması, verilənlərdən hansıları 1-ci Qarabağ müharibəsi zamanı ABŞ tərəfindən qəbul edilmiş
azadlığa müdafiə aktının 907-ci əlavəsinə aiddir. Burada 2 və 3 olacaqdır. Məhz doğru cavab D bəndidir. Əsasən 1992 avqustunda Başkəndin, anklavın azad olunmasından sonra bu qərar qəbul olunmuşdu. 21-ə baxırıq. Uyğunluğu müəyyən edin. Səfəvi dövləti 16-cı əsrdə inzibat tədbir, 17-ci əsrdə iqtisadi tədbir, demək 16-cı əsrdə olsun, həm də inzibati olsun. Çaldıran döyüşün baş verməsi bu siyasi hərbidir. Zamanla bağlı o doğru olsa da, amma tədbir olaraq səhvdir. Mərənd sülhünün imzalanması bu da siyasidir, amma həm də 17-ci əsrdir. Paytaxtın Qəzvinə köçürülməsi 1555-ci ildə bu inzibatidir, həm də 16-cı əsrdə bir ədcəyə gedəcək. Baxırıq 2-yə. Şah 1. Abbasın köçürmə siyasəti bilirsiniz ki, yəni 17-ci əsrin əvvəlində Osmanlı aparılan müharibələrdə şimalda olan məxsusən Naxçıvan əhalisini, Culuf əhalisini cənubə köçürməklə həm siyasi həm iqtisadi məqsəd güdürdü. Məhz ona görə iqtisadi tədbir götürmək olar. 2-yə A doğru gəlir. 2-ci İstanbul sülhünün imzalanması 1612-dir, amma siyasidir. Sınıq körpü döyüşünün başlanması bu da hərbi və siyasidir. Ona görə də məhz 1-ci 2-yə A məhz doğru cavab C bəndidir. 22-ci sual. Azərbaycan və Albaniya dövlətlərinin ümumi oxşarlıqlarından hansı Sereviklər dövləti ilə oxşarlıq təşkil edir? Yəni, Azərbaycan və Albaniya dövlətləri üçün ümumi oxşarlıq eyni zamanda Sereviklər dövləti ilə də oxşarlıq təşkil etsin. Baxırıq, eradan əvvəl 2-ci əsrdə Romalılar tərəfindən məğlub edilmələri bu Sereviklərə aiddir. O ümumi oxşarlıq təşkil etmir. Üçünə də Parfiya dövləti ilə mübarizə aparılması bu oxşarlıq təşkil edir. Hər üçünə Romadan asıla düşsələr də daxili müstəqilliklərini saxlamaları bu Azərbaycan Albaniya oxşar olsa da, amma Sereviklər məğlub olub, yəni asıla düşməsi yoxdur, süquta uğradılması var mübarizə nəticəsində. Makedoniya padşahlığının süqutu nəticəsində meydana gəlmələri bu çaşdırıcıdır. Makedoniya imperiyası olmalıdır, buna götürə bilmərik. 4-cü əsrdə müstəqil dövlət kimi fəaliyyətə başlamaları eradan əvvəl 4 olmalı idi. Ona görə doğru cavab yalnız 2-dir, D bəndidir. 23. Hindistan və Şimali Amerika koloniyaları İngiltərənin müstəmləkəsi olmaları doğrudur. İngilis mallarını boykot etmələri, bəli, biri 20-ci əsrin əvvəli, biri 1765-ci ildə möhür rüsumundan sonra. İki də doğrudur. 19-cu yüzillikdə müstəqillik qazanmaları, biri 18-də qazanıb, biri 20-ci əsrdə qazanıb, doğru deyil. İngiltərəyə qarşı mübarizədə Fransanın dəstək almaları, Şimali Amerika koloniyaları alıb, amma Hindistan almamışdır. Məhz ikisi doğrudur. Cavab A bəndidir. Xəritədə ulduz işarəsi ilə verilmiş ölkələrin 20-ci yüzilliyin 90-cı illərinin əvvəllər tarixinə aiddir. Deməli, ulduz işarənin dövlətlər İran İslam Respublikası və Pakistan İslam dövlətidir. Deməli, baxırıq, Kəşmirə sahibliyi uğrunda müharibə aparıb, bu Pakistan Hindistana aiddir. NATO-ya daxil olmaları heç birisinə aid deyil. Esirə qarşı ittifaq yaratmaları yenə də aidiyyəti yoxdur. Azərbaycan müstəqilliğini tanımaları, bəli, 1991-ci ilin sonlarında Türkiyə, Pakistan, Rumıniya, İsveçrə və İran tanımışdır. Sonraki mərhələdə isə digər dövlətlər tanıyacaqdır. İsrail ilə ərəb ölkələri arasında baş vermiş 6 günlük müharibədə iştirak etmiş, xeyli ərəb ölkələri iştirak etmişdir. Məhz doğru cavab D bəndidir. 25-ci suala baxırıq. İngiltərədə 2-ci Henrixin, Fransada isə 11-ci Ludovikin gördüyü tədbirlərin oxşar nəticələri, mərkəzi hakimiyyət zərfiyyəti xeyli gücləndi. Feodallar tərəfindən hakimiyyətə qarşı qiyamların baş verməsi səbəb oldu. Xeyr, əksində dövlətlər gücləndiyi üçün bu çıxışların qarşısı alındı. Kral hakimiyyətinin güclənməsi səbəb oldu. Cavab C bəndidir. 26. Verilənlərdən hansıları Soma döyüşü üçün yanlışdır? İngilis-Fransız qoşunlarının ilk böyük hücumunun nəticəsində baş verməsi, bəli, ilk böyük hücumu olmuşdu 1916-cı ildə. Nəticəsində Almanların qərb cəbhəsinin üstünlüyünə son qoyulması, bu da doğrudur. Müharibənin ortalarında baş verməsi 1916 ortaları idi. İlk dəfə ingilislər tanklardan istifadə edərək xeyli irəliləmələr, xeyli cümləni əvvəl doğrudur. İlk dəfə ingilislər tanklardan istifadə ediblər, amma cüzi irəliləyiblər. Yanlış 4-dür, cavab B bəndidir. 27-ci sual. Cədvəldə sual işarəsinin yerinə hansı hadisə yazılsa, düzgün xronolojik alınar. Mehranlar Sülasinin hakimiyyətə gəlməsi 630, Kadisə döyüşünün baş verməsi 636, İkinci Bələncər döyüşünün baş verməsi 653, Beyləqanda müsafirin başçılığı ilə üsyanın baş verməsi 8-ci əsrin ortaları,
ərəblərin əhalini və onun əmlakı siyahıya alınması elə doğru cavab budur. 725 cavab elə A bəndidir. Deməli, 28-ci sual. Xəzərlərlə mübarizə aparmışdır. Erkən feodalizm dövründə hakimiyyətə gəlmişdir. Ərəb dövləti ilə diplomatik əlaqələr saxlamışdır. Verilənlərdən hansıları Cavanşiri və Fəzil ibn Məhəmməd üçün oxşar kimi götürmək olar? Xəzərlərlə mübarizə aparmış hər ikisi. Erkən feodalizm dövründə hakimiyyətə gəlmişdir hər ikisi. Biri 642, biri 985-də. Ərəb dövləti diplomatik Cavanşirə aiddir 1 ilə 2. Məhz doğru cavab D bəndidir. 29 Tehran və Potsdam Berlin konferanslarına aid ümumi cəhət faşist Almaniyasına aid bir sıra qərarların qəbul edilməsi artıq 1945-in mayın 9-da, yəni qələbə nəticəsində faşist Almaniyası artıq yox idi. Daha doğrusu 8 mayda imzalanan 9 mayda isə qələbə elan olundu. Bu Tehrana aid, Potsdam təsdiq etmir bunu. B-yə baxır, SSR-nin xeyrinə bir sıra qərarların Potsdama təzminat SSR-yə verilməsindən, Tehranda ikinci cəhbənin açılması ilə SSR-nin vəziyyəti yüngülləşməli idi. Cavab B bəndidir. Məhz baxırıq C-yə, Almaniya ərazilərinin nüfuz dairələrinə bölünməsi bu Potsdama aiddir. Yəni Yalta ilə Potsdamı götürmək olardı bu məsələdə. ABŞ, SSR, İngiltərə və Fransa, Fransa lideri Potsdamda iştirak edib. Yəni müəyyən ərazidən verilməsi ilə bağlı Fransa məsələ daxil edilib. Baxır, 20-ci əsrin 40-cı illərin birinci yarısında Tehran'da, çünki 45-də Potsdam'dı, iyul-avqust aylarında, ona görə ikinci yarısında 40-cı illərini götürə bilməməz. Doğru cavab B bəndidir. 30-cu suala baxırıq. Rusiyanın Azərbaycan torpaqlarının işğalı prosesində qonşu xanlıqlara yardım etmiş xanlıqlar, deməli, bu xanlıqlar biri Qubadır, 4 Şamaxıdır, 5 Qarabağ, 2 Gəncə, 3 də Lənkərandır. Yardım edən Quba xanlığı Bakıya kömək edib, Hüseynqulu xana 1806-cı ildə, Şamaxı xanlığı 1810-cu ildə Quba xanlığına kömək edib, 1-4, 5 də 2-şə kömək edib, yəni 1804-cü ildə, ona görə cavab 1-4-5-dir. Bu da E bəndində öz əksini tapmışdır.